Burada rəqib götürür D-yə piyadanı, çünki piyadanın qoruması yoxdur, heç bir şey yoxdur. Və biz də burada oynayırıq D4. Yəni C4-dəki piyadanı götürmədən öz piyadamızı irəli sürürük. Deməli, burada qaralar oynayır Y3. Nəyə görə? Çünki D4-dəki piyada fiqurların inkişafına mane olur. Yəni at misal üçün bura gələ bilmir, çünki götürəcək. Yəni bir nəvi ağların inkişafına mane olur. Maneni belə aradan götürmək üçün ağlar oynayır Y3. Y3 oynadıqdan sonra biz buradan fil B4 şah veririk. Şah verdikdən sonra burada şahı dərb etməmək üçün qaraların yeganə gedişi var ki, o da fil D2-dir. Yenə də deyirəm, burada oynamaq olar at C3, amma burada fiqur getmiş olur. Ona görə bu xodun bir mənası, bu gedişin bir mənası olmur. Ona görə ağlar oynayır, deməli, fil D2. Fil D2 oynadıqdan sonra biz fillə vurmaq əvəzinə biz vururuq D-yə. D-yə 3-dəki piyadanı vururuq. Burada vurduqdan sonra ağlar görür ki, fil B4-dəki fil müdafiəsizdir və o fili də götürürlər. O fili götürdükdən sonra biz yenə də piyada ilə vurub şah veririk. Burada əgər ağlar çox güman ki, yəni bunu görəcəklər, amma yenə də fikir verməsələr, yenə də bunu da bilin ki, əgər F2-dəki piyadanı götürsə, biz sadəcə burada vəziri götürürük. Əgər ağlar bunu görsə, oynasalar fil, daha doğrusu şah Y2 oynasalar, biz burada bu piyada ilə bir dənə də vururuq. Yəni öz fiqurumuzu götürürük və burada vacib bir məsələ var ki, at götürürük ki, şah verək. Şah verdikdən sonra həm öz fiqurumuzu, B4-dəki qurban verdiyimiz filimizi belə deyək, qisasını alırıq, yəni əvəz edirik və fiqurlarımızın sayısını bərabərləşdiririk. Burada topla götürdükdən sonra bu atımızı, J1-dəki atımızı biz burada oynayırıq fil J4. Fil J4 oynadıqdan sonra burada aydın məsələ olur ki, ağlar hansı bir yana çəkilsələr də buradakı vəzir gedir.